Məkarimul əxlaq duasından bəzi hissələri tərcümə edib çox qısa səthi şərh eləyək. Bizim ən mühüm kitabımız Quran-ı Kərimdir və Peyğəmbərin hədisləridir. Ondan sonra gəlir Nəhcül Bəlağa əleyhissalamın kitabı və üçüncü ən dəyərli kitabımız Səhifə-i Səccadiyyədir. Səhifə-i Səccadiyyə Azərbaycan dilinə deyəsən bəli tərcümə olunub. Azərbaycan dilinə də tərcümə olunub və Rus dilinə də tərcümə olunub. Ki, istəyənlər alıb baxa bilərlər, Səhifə-i Səccadiyyə kitabını oxuya bilərlər. Orada İmam Səccadın bu duası da var, Məkarimul əxlaq duası. Məfatihdə də var bu dua, Məkarimul əxlaq duası. Çox dərin mətləbləri var bu duanın. Mötəbər sənədi var, mötəbər duadır. Öz gücümüz qədər bu duadan faydalanmaq. Görürsən, bir adam bir dənizdən balıq tutursa, məsələn, toru tutan qədər balıq tuta bilir. Mənası budur ki, dənizdə bu qədər balıq var. Dənizdə çox sayda balıq var, amma hərə öz tutumu qədər, bacardığı qədər ondan götürə bilir. Dəryanın suyunu bir qaba dolduran adam dəryanı götürə bilməyib, amma öz qabı qədər. Biz də çalışaq bu günlərdə öz qabımız qədər, bacardığımız qədər bu mərifət dəryasından bir zərrə qədər bizə də pay düşsün. Bu duanın təfsirinə başlamamışdan əvvəl icazə verin, mən bugün ümumiyyətlə dua barədə danışım qısa şəkildə ki, duanın bəzi məsələlər var dua ilə bağlı ki, o barədə danışım və duanın təfsirini gələn həftələrə saxlayaq. Dua mövzusunda neçə dənə sual ola bilər dua ilə bağlı. Birincisi budur ki, duanın dəlili nədir? Niyə dua eləməliyik yəni? Niyə biz dua eləməliyik? İkincisi budur ki, kimdən istəməliyik? Üçüncü sual budur ki, nə istəməliyik? Nə istəməliyik? Dördüncü budur ki, necə istəməliyik? Beşinci budur, nə vaxt istəməliyik? Altıncı budur, harada istəməliyik? Yeddinci sual da budur ki, hansı halla istəməliyik? Dua ilə bağlı əsasən bu suallar var. Bundan əlavə duanın qəbul olma şərtləri hansılardır? Necə eləyək duamız qəbul olsun? Və niyə duamız qəbul olmur? Bunlar da bu mövzulardır ki, duaya aiddir. Birincisi budur ki, dəlili nədir? Niyə biz dua eləməliyik? Dəlil sadədir. Ona görə ki, biz zəifik, biz ehtiyaclıyıq və ehtiyaclı da gərək ehtiyacsıza pənah aparsın. Zəif güclüyə pənah aparmalıdır. Bu qaydadır. Quran buyurur ki, Entumul fuqara və huvel ganiy. Siz ehtiyaclısınız, o ehtiyacsız. Duanın dəlili budur. Sizin ehtiyacınız var, onun ehtiyacı yoxdur. Ehtiyaclı gərək ehtiyacsıza pənah aparsın. İnsan duada Allaha qovuşur. Necə bir zərrə su, bir damcı su. Dəryanın içine atırsan, çevrilir olur dərya. İnsan da acizdir. Qüdrət tapmaq istəyirsə, gərək qüdrətin mənbəyinə bağlansın. Qüdrət mənbəyinə bağlananda o da olur qüdrətdir. Qüdrət mənbəyinə bağlanmağın yolu da duadır. Zəifin güclüyə pənah aparması ağlın hökmüdür. Amma hansı güc deyə pənah aparaq? Hər güclüdən bir güclü var. Güc nisbi məsələdir. Biri güclüdür, biri daha güclüdür, biri ondan. Biz elə eləyək ki, güclülərin ən güclüsü ki, qüdrətin mənbəyidir. Hamıya qüdrəti o paylayır, o verir, o bəxş eləyir. Ona bağlanaq. La havlə və la qüvvətə illa billah. Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Quran buyurur ki, qüvvət bütövlükdə Allaha məxsusdur. O qədər güclüdür ki, hər şey əlindən gəlir. Məhdudiyyət yoxdur qüdrətinin. Ona görə zəif olan insan gərək o məhdudiyyətsiz varlığa pənah aparsın, ondan istəsin. O istəsə, ən zəif evlə, ən zəif ev hansıdır? Quran buyurur ki, əvhənəl buyud, ən kövrək ev, hörümçəyin toru. Hörümçəyin torunu bir dənə əlün işarəsi ilə dağıdırsan. Quran buyurur ki, ən zəif ev odur, amma ən zəif evlə Peyğəmbərinin həyatını xilas edir. Peyğəmbər mağarada olanda bir hörümçək gəlir, tor yaradır, düşmənlər gəlir, baxır, görür ki, burada tor var, deyir, yəqin bura girən olmuyor, çünki tor qalmazdı. Özü misal çəkir, deyir, ən zəif ev budur,
Sanki insana qüdrətini göstərir. Deyir, istəsəm ən zəif evlə, biri var ki, onun qabağını betonla bağlayasan ki, heç kəs girə bilməsin. Allah deyir, istəsəm ən zəif evlə Peyğəmbərimin həyatını qoruyaram. Bu mənim ixtiyarımdadır, mənim qüdrətimdədir. Belə bir varlıqdan adam istəyə, ona pənah apara. Əleyhissallah bi kafin abdə, buyurur, Allah sizə kifayət eləmir, azizlərin qapısına gedirsiniz. Özün kimlərin qapısına vasitə kimi getmək başqa şeydir. Amma söykənmək istəyəndə Allahdan başqasına söykənmə. Təvəkkəltu aləl hayyilləzi la yəmut. Quran buyurur ki, belə deyin, təvəkkül edirəm, o diriyə ki, heç vaxt ölməyəcək. Ölümsüz olan diriyə təvəkkül edirəm, ona bağlanıram. Özüm kimi bir canlıya yox ki, ölümlə aradan gedəcək. Deməli, duanın dəlili nədir? Sadədir. Biz zəifik, o güclüdür, gərək ondan istəyək. İkincisi budur ki, nə istəyək Allahdan? Nə istəyək? Bu da mühüm məsələdir. Bizə deyirlər ki, həm dünya istəyin Allahdan, həm axirət istəyin. İkisini də Allahdan istəyin. Ayaqqabının bağını da məndən istə, Musa aleyhissalama deyir Allah. Quranda 55 dəfə dünya söz işlənib, 55 dəfə axirət sözü. Maraqlı bir şeydir. Quran-ı Kərimdə hesablayıblar, 55 dəfə dünya işlənib, 55 dəfə axirət kəlməsi işlənib. Kim deyir, dünyanı atsa, axirəti götürsə, tərki dünya olsa bizdən deyir Peyğəmbər buyurur. Mənim dinimdə tərki dünyalıq yoxdur. Dünyanın başını buraxasan, gedəsən kilsəyə, meçdə, hansısa məbədə ki, mən Allaha yaxınlaşıram, Allah deyir, yol bağlıdır. Dünyanın içindən gərək gələsən. Dünyanı atıb, axirəti tutma. Eyni zamanda axirəti də atıb, dünyadan yapışma. O da bizdəndir. Quran bizə dua öyrədir. Allahın bəyəndiyi dualardan. Rabbena atina fid dunya haseneten və fil axirəti hasenə. İlahi, mənə dünyada da ver, axirətdə də. İkisini də istəyirəm səndən. Həm dünya nemətləri istəyirəm, həm axirət nemətləri istəyirəm. Bir dəstə adam dünyanı pisləyirdi. Bəzi adamlar var axı, mən də görmüşəm ki, sən deyib, bir dəfə mənə bir nəfər yaxınlaşdı, dedi ki, niyə görə sən dedin ki, İmam Həsənin sərvəti var idi. Mən də dəlillər gətirdim ki, filan kitabda var, filan kitabda var ki, İmam Həsənin sərvəti var idi və Allah yolunda verir. Deyir, yox, mən bunu qəbul eləmirəm. İmamlar fəqir olmalıdır hamısı. O başa düşmür. Başa düşmür ki, imam fəqir olmalıdır. İmamın ürəyində dünyanın məhəbbəti olmamalıdır. Dünyanın məhəbbəti insanı haqdan azdırmamalıdır. Belə adamlardan bir dəstəsi oturub dünyanı tənqid edirdilər. Əleyhissalam keçirdi, baxdı, dedi, anam matəmində ağlasın. Əleyhissalamın hərdən belə kəskin sözləri də var idi. Dedi, anan yasıva otursun. Sən heç bilirsən dünya nədir? Dünya salih adamın əlində olsa çox yaxşı şeydir. Kaş mömin adamların əlində dünya sərvəti olsun, Allahın yolunda sərf eləsinlər, dünya abad olsun. Salih adamların əlində dünya olsun, Allahın dini inkişaf eləsin. Siz dünyanı pisləyirsiniz bu mənada ki, biz yoxsul olmalıyıq, başqaları yiyib içib gəzməlidir, biz deməli yox, biz axirət üçün yaranmışıq, dünyanı veririk kimlərəsə, bu səhv tərz təfəkkürdür. Dünyanı da istəyin Allahdan, axirəti də. Amma bir dua var, o vacib duadır. Niyə deyirəm vacibdir? Çünki namazdadır o dua. Yəqin ki, bildiniz hansı duadır. Namazda, Fatihədə İhdinəs sıratəl müstəqim. Bu dua vacibdir deyə Allah gətirib Quranın içində, namazın içində qərar verib. Yəni bizi doğru olan yola yönəld. Bu ən vacib dualardan biridir. İnsan gərək doğru yolda ola, xəttə ola və xəttə olmaqdan daha mühüm budur ki, xəttdən çıxmayasan. Həzrət Əlidən soruşdular ki, sən məyər doğru yolda deyirsən, sən doğru yoldasan. Bəs niyə siz də deyirsiniz, İhdinəs sıratəl müstəqim, bizi doğru yola yönəld? Buyurdu ki, indi doğru yoldayam. Dua edirəm ki, sabah da doğru yolda olum, həmişə doğru yolda olum. Bugün doğru yoldayam, mənası budur, axıra qədər bu yolda olacam. O qədər insanlar var, çox misallar çəkmək olar. Çox da çəkmişik. Oxumusunuz da kitablarda ki, əvvəli yaxşı olub, sonda haqqın düşməninə çevrilib. Dinin düşməninə çevrilib. Ona görə də İhdinəs sıratəl müstəqimin mənası budur. Həm məni düz yola yönəld, həm də düz yolu tapandan sonra da yoldan çıxmayım.
İmam Musa Kazım əleyhissalam Quranın bu duasını öyrədirdi. Bütün ağıllı adamlara tövsiyə edirəm bu duanı eləsinlər. Rabbena la tuzigh qulubana ba'da iz hadaytana. İlahi bizi düz yola yönəldəndən sonra da yazdırma. Ən bədbəxt adam odur ki, əvvəl doğru yolda olub, sonra azıb, qiyamətdə çox peşman olacaq ki, mən xəzinəni tapmışdım, əldən verdim. Dünən ibadət eləyib, bugün görürsən ibadət eləmir, o çox peşman olacaq. O çox peşman olacaq o insan. Ona görə insan həmişə diqqətli olmalıdır ki, insanı doğru yoldan azdırmaq ehtimalı var. Bir alim var, indi də sağdır. Dedilər, gəl sizin üçün bir tədbir keçirdək, konferans keçirdək sizin adınıza. Ki, siz böyük alimsiz, sizin adınızla bağlı konferans keçirdək. Yaxşı cavab verdi. Dedi, nə qədər mən də sağam, şeytan da sağdır, konferans keçirtmiyorum. Mən ölərəm, gedərəm. Ondan sonra özünüz bilərsiniz. Birdən şan şöhrətim yayılar, cəmaat məni tərifləyər, adıma tədbirlər keçirdilər, şeytan da sağdır və məni bu vasitə ilə haqdan uzaqlaşdırar. Və mən neçə dənə böyük alimlərdən eşitmişəm bu sözü, mərcə-i təqlidlərdən, böyük fəqih alimlərdən soruşublar ki, Allah zəmanət versə ki, bir duam var, o qəbul olacaq, hansı duanı eləyərsən, cavab veriblər, bir dua eləyərəm ki, ilahi axırımı xeyir elə, imanla dünyadan köçüm. Doğru yolda yaşayım və doğru yolda ölüm. Təvəffəni muslimən, bu peyğəmbərlərin duasıdır. İlahi məni müsəlman olaraq öldür. Təvəffəna mə'al əbrar, məni yaxşılarla bir yerdə öldür. Yəni mən öləndə yaxşılara qovuşum. Peyğəmbərlərimizin vəsiyyətinə bax. Peyğəmbərlər vəfat eləyəndə belə vəsiyyət eləyiblər. La təmutunnə və entum muslimun. Neyinirsiniz eləyin vəsiyyət eləyiblər. Çalışın elə olasınız ki, öləndə müsəlman kimi öləsiniz. Bir ömür namaz qılıb, üzü qibliyə dayanıb, ölən anda qiblədən dönməyəsiniz. Ölən anda haqdan dönməyəsiniz. Və hansı şeylər səbəb olur ki, insanın aqibəti pis olur? Bir nəfər getdim alimlərdən birindən soruşdum, dedi kitabı ver mənə. Kitabı götürdü, açdı filan səhifəni, hansısa səhifəni, dedi bax. Orada deyim mən gördüm ki, çox vaxtı insanın aqibətinin pis olmasının səbəbi kiçik günahlardır. Bilirsiniz niyə görə? Çünki böyük günah peşmançılıq yaradır. Kiçik eləyirsən, sən nə olsun ki, cəmaat ev yıxır, mən neynəmişəm ki? Mən neynəmişəm dedinsə evin yıxıldı. Günahı kiçik bilmək çox pis şeydir. Hədisdə var, Peyğəmbər buyurur Əbu Zərə ki, günahın kiçiliyinə baxma, bax gör kimin huzurunda günah elirsən. Birinin görsən abrını aparır, pərt eləyib onu, deyirsən, zarafat elirəm də. Düzdür, ola bilərsən zarafat elirsən ya doğru elirsən, amma fərq eləmir, nəticə etibarı ilə bu insanın abrı getdi. Allah da buyurur ki, kim mənim mömin bəndəmin abrını apararsa, silah götürüb məndən vuruşmağa qalxıb, məni qabağında görsün. Kim mənim mömin bəndəmin abrını aradan apararsa. Və sözümü tamamlayıram bir duanın ədəbləri ilə bağlı bir neçə cümlə ilə. Bir nəfər gəldi, yadımdan çıxıb, imamlarımızdan hansıydı yadımdan çıxıb. Ona dedi ki, imama ərz elədi ki, ağa mən Allah ki Quranda buyurub, ud'uni əstəcib ləkum. Dua eləyin, mən də qəbul eləyim. Mən nə qədər eləyirəm, qəbul olmur. İmam buyurdu, sən necə dua eləyirsən? Dedi, üçünə necə dua eləyəcəm? Ürəyim nə istəyir, onu deyirəm ki, mənə vermir. Gəldi Allahdan imama şikayət eləməyə. İmam dedi ki, istəyirsən duan qəbul ola, gərək ədəblər var, ona riayət eləyəsən. Hər şeyin bir ədəbi var, hər məclisin ədəbi var, duanın da ədəbləri var. O ədəb nömrəni gərək yığasan ki, trubkanı götürsünlər, sonra sözü deyəsən. O nömrə yığılmamış, cavab verməyəcəklər. Ona görə bu ədəblərə gərək əməl eləyəsən. Duanın ədəbləri var. Onun ədəbləri nədir? Birinci ədəbi budur ki, ən əsas məsələ halal tikədir. İstəyirsinizsə duavız qəbul olsun, hədislərdə var, çörəyiniz halal olsun, yediyiniz halal olsun. Haramdan qarnına bir tikə getsə, dua qəbul olmayacaq. İnsanlar var, malında xums var, xumsunu ödəmir. Xums çox vacib məsələdir. Xums malda qaldısa, tikə haramdır.
Özdə o xums başqa bir ehkamı var. Bəziləri deyir, mən yardım göstərirəm fəqirə, füqəraya. Yox, yardım başqa şeydir, xums başqa şeydir. Xums ildə bir dəfə malın artıq qalanının 5də biridir. Onu verirlər fəqih, müctəhid və ya icazə verdiyi şəxs özü bilir onu hansı yerə xərcləyir. Seyid malı var, imam malı var, onun xüsusi ehkamı var. O malda qaldısa, nə qədər əli duaya qaldır, dua qəbul olmayacaq. Tikə halal olmasa, tikəsi insanın halal olmasa, duası qəbul olmayacaq. Birinci şərt deməli nədir? Halal tikədir. İkincisi budur ki, duanı Bismillahla başlayasan. Bismillahirrahmanirrahim deyəsən duada. Üçüncü şərt budur ki, Allahın sifətlərini, yəni Allahın adlarını sayasan. Hədisdə var, bir insan əlini üzünün qarşısında qaldıra göyə, bu təvazökarlıq əlamətidir. Allah buyurur ki, mən xəcalət çəkərəm, onun əlini əli boş qaytarım. Ona görə duada əl üzü qaldırın deyirlər. Nə qədər yüksəyə qaldırsınız, bir o qədər təvazökarlıq əlamətidir. Əl üzü qaldırın və Allahın adlarını sayın. Buyurur kim duadan qabaq 10 dəfə desə, ya Allah, duasını qəbul eləyərəm. 10 dəfə yaxud desə, ya Rəbb, duasını qəbul eləyərəm. Və yaxud Allahın bildiğiniz adlarından ya Rəhman, ya Rəhim, ya Qəfur, ya Qəffar, ya Kərim, ya Əlim, nə qədər Allahın adları var, ya Nur, ya Quddus, bunlar hamısı Allahın adlarıdır. Hansını bacarırsa duadan qabaq o adları çəkin. Ondan sonra nədir? Ondan sonra buyurur ki, Allahın verdiyi neymətlərin birazını say, hamısını saya bilməzsən, amma bir hissəsini. Təzə şey istəməmişdən qabaq əvvəl deyilən ki, filan şeyləri vermisən mənə. Sən mənə sağlamlıq vermisən. Sən məni əvvəl insan yaratmısan. Mümkündür, başqa şey yaradardın. O sənin ixtiyarındadır. Məni insan yaratmısan, mənə ağıl vermisən, məni hidayət eləmisən. Nə qədər bacarırsan? Hədislərdə, Quranda deyəsən, bəli, Quranda var ki, ağaclar qələm olsa, dəryalar mürəkkəb neymətlərini yazıb qutara bilməzsiniz. Amma nə qədər bacarırsan neymətləri say, sayandan da sonra bir dənə elhamdülillah dinən. Allah, bu verdiklərimə görə əvvəl şükr edirəm sənə. Sonra da duanın qəbulu üçün nə şərtli buyurur? Salavat dinən. Duanın əvvəlində də, axırında da salavat desən, deyir, salavat hökmən qəbul olunan duadır. Allah əvvəllə axırı qəbul edib, ortanı eləməmək Allaha yaraşmaz. Ola bilməz məclisin yuxarı başına çay verələr, aşağıya, ortaya verməyələr. Duanı elə bil ki, bükəsən salavata, Allaha təqdim eləyəsən. Həm əvvəlində salavat deyəsən, həm axırında salavat deyəsən. Salavat deyəndən sonra buyurur, bunu imam deyir, bu hədisdir, mən öz sözlərim deyir, hədisdir. Buyurur ki, günahlarımı say bir-bir. Deyən, ilahi, filan gün filan günah elədim. Filan gün oturmuşdum, elə bil ki, filan kəsin qeybətini elədim. Filan yerdə oturmuşdum, elə bil yalan danışdım. Filan yerdə naməhrəmə baxdım. Bir-bir say, amma elə eləmə ki, kimsə eşitsin. İcazə vermir Allah. Bəzi adamlar oturur, deyir, indiki vaxtdan uzaq, namaz qılmayanda getmişdi, filan yerdə filan işləri görürdü. Allah istəmir ki, biz günahımızı kiməsə danışaq. Çünki deyirsən, tövbə eləyib dinə gəlmisənsə, günahlar pozulub. Günahlar pozulub, təzdən danışırsan, təzdən yazılır. Ona görə keçmiş günahınızı danışmayın bugün. Heç kəsə danışmayın. Hətta bəziləri var ki, mən görmüşəm, namaz qılandı, fəxrlə danışır ki, o vaxt belə vaxtlarımız idi, belə elirdi. Onu olmaz danışmaq. Allaha dinən günahlarını bir-bir yadığa düşən qədər say günahlarını, saydıqdan sonra isə istiğfar elə, bağışlanmaq istə. Peşmanam deyəsən, ilahi, bərbad olub ömrüm, günah içində boğulmuşam, indi peşmanam. Bunları qutarandan sonra elə bil ki, nömrəni yığdın, daxil olursan duaya. Sonra Allaha nə deyəcəksənsə, nə istəklərin var, onların hamısını Allaha dinən. Və bəzən dua dərhal qəbul olur ki, hamımız elə istəyirik. Bir alim deyirdi ki, elə Allahla elə danışırıq ki, nəuzubillah, estağfurullah, işçimizlə danışırıq ki, biz deməliyik, o eləməlidir. Bəzən dua dərhal qəbul olur, az hallarda. Bəzən təxirə düşür dua. Qəbul olub, Allah deyir, elə tez tələsməyin verməyə, onun dua səsindən xoşum gəlir. Adam var axı, ancaq işi düşəndə gedir Allahın qapısına. Allah deyir, fürsətdir, buna indi versəm çıxıb gedəcək, qoy bir neçə gün gəlsin hələ. Bir neçə gün gəlsin, duasını qəbul elədim, amma tələsməyin verməyə, fürsət düşüb, qoy hərdən bir əlini qaldırır, hacəti var, bu dua eləməyinə görə hələ təxirə salın. Bəzən deyir, Allah özünə vermir, duanı qəbul edir, amma övladına verir, belə də olur. Nəslinə əta eləyir. Quranda
Musa əleyhissalamdan Həzrəti Xızırın hekayəsi var. Divar tikirlər. Divar tikirlər. Musa soruşur, bu nədir? Deyir ki, bu divarın altında xəzinə var. Bu evdə yetim uşaqlar böyüyür. Kana əbuhuma saliha. Bu uşaqların atası salih adam idi. Bu qızıllar, bu xəzinə qalıb, divar da sökülüb, gəlib başqaları aparmasın deyə. Bunlar böyüyənə qədər ki, vəsiyyət əllərindədir. Böyüyüb, onu oxuyub əməl eləyəcəklər. Bu divarı mən tikirəm. Allah iki peyğəmbərini fəhləliyə göndərir ki, salih atanın övladına miras satsın. Salih atanın övladına xeyrinin çatması üçün iki dənə ulul əzm peyğəmbərini göndərir ki, get divar hör, pulsuz, muzsuz, get fəhləli ilə ki, bu sərvət o uşaqlara çatsın. Ona görə də bəzən övladlara çatır və axırıncısı budur ki, bəzən deyirlər, dualar qəbul olmayanda dünyada, İnşallah Allah axirətdə qəbul olmayan duaların əvəzini verir. O zaman hədisdə var ki, bəzi insanlar deyərlər ki, kaş dünyada heç bir duamız qəbul olmaz. Amma bunu qorxmayın, bu çox olmur. Bu hərdən olur. Biz bu deyilənlərə əgər əməl eləsək, dua inşallah elə dünyada da qəbul olar.